Salam. Bugünkü mövzumuz uşaqlarda yalan danışma olacaq və mən əminəm ki, bu əksər valideynlərin ən yaralı yeridir. O zaman başlayaq. Uşaqlarda yalan danışma valideynləri ən çox narahat edən durumlardan biridir və təbii olaraq övladlarının gələcəyi ilə bağlı qayğılanmağa başlayırlar. Burada valideynlərin etdiyi ən böyük səhv odur ki, övladlarından çox erkən yaş dönəmində doğrunu söyləməsini gözləmələridir. Yəni belə bir gözlənti içinə girirlər. Halbuki 3 yaşlı bir uşağın nələrsə uydurması çox normaldır. Uşağın həyatının ilk 5 ilində yalan danışma mövzusunda valideynlərin narahat olmaması lazımdır və uşağa yalançısan demək, yalan sözünü istifadə etmək qətiyyən doğru deyil. Məsələn, 3-4 yaşlı bir uşağın sıx-sıx danışdığı yalanlar əslində həqiqi mənada yalan deyil də, yəni sözdə yalanlardır və bu sözdə yalanlar həqiqi yalandan fərqlidirlər. Sadəcə olaraq kənardan bir-birlərinə çox bənzədikləri üçün çox vaxt qarışdırılır. Tutalım ki, bir uşağın stolun üstündəki stəkanı yerə saldıqda bunu özünün deyil də qardaşın etdiyini deyə bilər və ya Güldanı özünün deyil də oyuncaq ayısının sındırdığını deyə bilər. Yəni burada narahat olmağa ehtiyac yoxdur. Uşaqlar təqlid yolu ilə də yalanı öyrənə bilirlər. Başqa uşaqları təqlid edərək. Bu zaman ilk növbədə başqa uşaqları təqlid edən uşaq daha sonra yalanın onlara bəzi qapılar açdığını fərqinə varır və bunun da üstünü üstlük o dostlarının mənim kimi etmirsən, çünki qorxaqsan, çünki qorxursan tipli yönləndirmələri əlavə olunur və nəticədə uşaq etdiyi bir səhvdə özünü günahsızmış kimi göstərərək cəzadan qurtulmasını öyrənmiş olur. Uşaqlar nəinki digər uşaqları, eyni zamanda yetişkinləri təqlid edərək də yalanı öyrənə bilirlər. Çox təəssüflər olsun ki, yetişkinlər öz aralarında və daha da önəmlisi uşağa qarşı yalan danışa bilirlər və daha da betəri uşağın da yalan danışmasını istəyirlər. Tutalım ki, soruşsalar, dünən biz evdə yox idik deyərsən və bu etdiyimi atana deməzsən kimi, yəni tənbihlərlə şuursuzca uşağı yalana itələyirlər. Və müəyyən olunmuşdur ki, zəka səviyyəsi aşağı olan uşaqlar həqiqətə çox zid yalanlar danışdıqları halda buna qarşılıq zəka səviyyəsi norma və normanın üstündə olan uşaqlar isə məntiqə uyğun yalanlar danışa bilirlər və detallı şəkildə nağıllar uydura bilirlər. Ailəyə bağlılıq, verilmiş sözə sadiq qalmaq kimi situasiyalarda yalana sövq edə bilər. Məsələn, bunu bir situasiya ilə danışaq. Tutalım ki, 12 yaşlı bir yeniyetmə öz gündəliyini ata-anasından gizlədə bilər. Əslində qiymətlərinin aşağı olmasına görə o atasının, anasının onu qışqırmayacağını, onu qınamayacaqlarını çox yaxşı bilir. Sadəcə olaraq o valideynlərini üzməmə qayğısı içindədir. Çünki qiymətlərinin yaxşı olmasına dair valideynlərinə bir söz vermişdi. Əslində bu yeniyetmənin danışdığı yalanın altında olan səbəb o verilən söz idi. Sonra biz çəkingən uşaqlarda da məsələn yalanı çox müşahidə edirik. Tutalım ki, məsələn qonaqlıqda uşaqdan şeir danışılmasını istəyirlər və buna qarşı uşaq unutdum və yaxud bilmirəm deyir. Halbuki çox gözəl yaddaşı var və çox da gözəl xatırlayır şeiri. Əslində burada o yalanın arxasında duran səbəbi isə həyəcana qapılma amili idi. Və ən çox müşahidə elədiyim maddəni deyirəm, diqqət çəkmək üçün deyilən yalanlar. Uşaqlar diqqət çəkmək üçün yalan danışa bilirlər. Tutalım ki, özünü çox yaxşı hiss edən bir uşaq, başım ağrıyır, özümü pis hiss edirəm deyə bilər. Niyə görə? Çünki həqiqətən başın ağrıdığı vaxtlarda ona qarşı olan diqqətin maksimum səviyyəyə çatdığını təcrübə edib artıq. Burada biz nə qədər termin olaraq yalan, duyğu sömürüsü kimi ifadələri istifadə etsək də, əslində bu bir ehtiyacın bir mesajıdır. Burada uşağın məqsədi bizi aldatmaq deyil, sadəcə olaraq diqqət görməkdir. Burada valideynə düşən vəzifə odur ki, övladından gələn o mesajı doğru şəkildə oxumağı bacarsın. Əgər valideyn o mesajı oxumağı bacarsa, uşaq da yalana ehtiyac duymayacaq. Və yadınızda saxlayın ki,
Uşaqların, sizin övladınızın sizin verdiyiniz saatlarla nəsihətlərə ehtiyacı yoxdur. Onların gözəl örnəklərə ehtiyacı var. Əgər övladınız gəlib sizdən nəyisə istəyirsə və siz işim var deyə keçişdirib, gedib televizorun qarşısında oturursunuzsa, övladınız da öz öncəlikləri üçün yalan danışmanın normal olduğunu düşünməyə başlayacaq. Bu kimi situasiyalarda valideynlər uşağı deyil, birinci ilk növbədə özlərini sorğulamalıdırlar. Daha sonra qorxu nəticəsində deyilən yalanlar da var. Edilən bir yanlışda qarşı tərəfdən gələcək olan aşırı reaksiyadan çəkinən uşaq, hətta yetişkin özünü qaranti altına almaq üçün yalan danışa bilər. Sadəcə etdiyi şeylər üçün yox, hətta etmədiyi, edə bilmədiyi vəzifələri üçün də həmin o aşırı reaksiyadan çəkindiyi üçün məcbur olaraq yalan danışa bilər. Xüsusilə şiddət görən bir uşağa niyə görə yalan danışırsan demək, əslində cavabını bildiyiniz bir sualı uşağa vermək kimi bir şeydir. Yəni, niyə görə yalan danışacaq? Əlbəttə ki, qorxduğu üçün yalan danışır. Demək ki, bəzən hətta yalan danışma, ailəyə qarşı yalan danışma müdafiə mexanizminə belə çevrilə bilir. Uşaq üçün o etdiyi yanlışın nəticəsinə qatlanmaq nə qədər çətindirsə, o uşağın yalana əl atması da bir o qədər asan olur. Daha sonra heyranlıq verici yalanlar da var. Bu, daha çox hörmət görmək istəyən uşaqlarda, hətta yetişkinlərdə müşahidə etdiyimiz yalanlardır. Bu, yüksək bacarıq tələb edən işlərdə çeşidli uğur hekayələri uyduran uşağın əslində o danışdığı yalanın kökündə özgüvən əksikliyi dayanır. Bu, uşaq özünü yetərsiz görür və bu yetərsizliyini yalan danışmaqla qapadmağa çalışır, özünü ucaltmağa çalışır. Və bir tip yalanlar da var ki, bunlar da patoloji yalanlardır. Biz bu yalanları 6 yaşdan sonra müşahidə edirik. Artıq necə ki, təxəyyül, fantaziya arxa plana keçmiş olur bu zaman. Bəs yaxşı, bizim övladımız yalan danışır. Bu davranışı biz necə düzəldək? Birinci, əziz valideynlər, mükəmməlliyətçi olmaqdan əl çəkməlisiniz. Siz bir valideyn olaraq mükəmməlliyətçi olmaqdan əl çəkdiyiniz zaman, inanın mənə, uşağınız da yalan danışmaqdan əl çəkməyə başlayacaq. Övladınıza olan qarşılıqsız sevginizi hiss etdirməlisiniz. Onu qarşılıqsız olaraq sevdiyinizi hiss etdirməlisiniz. Başqa uşaqlarla müqayisə etməməlisiniz və ona olan sevginizin onun uğur və uğursuzluqları ilə əlaqəli olmadığını ona sübut etməlisiniz. Və sevgi və diqqətinizi əksik etməyin. Çünki sevgi və diqqətin səviyyəsi aşağı düşdükcə çox təəssüflər olsun ki, yalan danışmanın səviyyəsi artır və özgüvən qazanmasına kömək olun. Çünki bu həyatda bir uşağın uğur qazanması üçün onun öz zehni bacarıqlarını aktiv şəkildə istifadə etməsi lazımdır. Bunun üçün də o uşaq təqdir edilməli, bacarma duyğusunu yaşamalı və öz zəka potensialını kəşf etməlidir. Və bunun sayəsində o uşaq yetərsizlik komplekslərinə qalib gələr və istənilən situasiyada özünü rahat hiss edəcək. Və dolayısıyla da daha çox hörmət görmək və bənzəri ehtiyacları üçün yalan danışmağa da ehtiyacı qalmaz. Və ən sonda bunu da demək istəyirəm. Tutalım ki, uşaq yalan danışır. Orada danışır. Siz fikir verməyin. Öz işinizlə məşğul olun ki, zaten ayıq valideyn sezir o uşağın yalan danışdığını və sonda bitdi deyib onu nəyəsə bir iş dalıca göndərin, get mənə nəyəsə gətir. Uşaq fikirləşir ki, yəni mən 2 saat yalan danışam, amma mən valideynlərimin diqqətini cəlb eləyə bilmədim. Və yavaş-yavaş inanın mənə etap-etap doğruları danışmağa başlayacaq. Və sonda başlayıb doğruları danışmağa başladıqca siz artıq, yenə də deyirəm, ayıq valideyn sezir artıq onu, siz ona diqqətlə qulaq asın və uşaq fikirləşəcək ki, mənim yalanlarım deyil də, mənim doğrularım valideynlərimi maraqlandırır və etap-etap, yavaş-yavaş yalanın səviyyəsində aşağı düşmə olacaq. Və sonda bir valideyn necə bilsin ki, övladı yalan danışır, mənim övladımın mütəxəssis dəstəyinə ehtiyacı var, yoxsa yoxdur? Əgər sizin övladınızın yaşı 5-i keçibsə, ötübsə, yəni təxəyyüldür, fantaziyadır, artıq bunlar arxa plana keçibsə,
İkincisi, yalan demənin sıxlığı, tezliyi artıbsa, tutalım ki, əvvəllər həftədə bir dəfə, 2 dəfə yalan danışırdısa, artıq bu 3-ə, 4-ə, 5-ə və s. qədər qalxıbsa və yalan demənin dozası artıbsa, tutalım ki, əvvəllər daha kiçik, daha masumane yalanlar danışırdısa, indi daha böyük, yavaş-yavaş yalanı böyütməyə başlayıbsa, bu kimi siqnalları almağa başladığınız zaman demək ki, sizin övladınızın bir mütəxəssis dəstəyinə ehtiyacı var deməkdir. Məni sona qədər dinlədiyiniz üçün çox sağ olun. Kanala abunə olmağı unutmayın. Hər birinizə uğurlar.